Barat! Tenteneli, marşla! Görüşlerle! İstikametlendirici 1. 2. sağım. Attımla! Marş! Onların səsi yerə göyə səs salır. Cəsur döyüşçülərdən, böyük zəfərdən, müzəffər ordudan soraq verir onlar. İllər əvvəl elə bu məkanda verilən sözlər bugün həqiqətə dönən arzulara çevrilir. –20-ci əsrin sonlarında ermənilərin Qarabağda, Naxçıvanda törətdiyi hadisələr böyük bir məqamdan soraq verdi. Peşəkar, milli kadrların hazırlanması. 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvansk adına hərbi liseyin yaradılması bu kadrların hazırlanmasına güclü zəmin yaratsa da, ölkənin hər bölgəsindən olan gənclər, xüsusən də Naxçıvanlı gənclər həmin illərin çətin şəraitinə görə orada təhsil ala bilmirdi. Naxçıvanla bağlı ən mühüm addımlardan biri də məhz həmin tarixdə atıldı. 1998-ci il. Azərbaycan dövlətçiliyinin möhkəmləndiyi, gələcəyə hesablanmış strateji qərarların verildiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla Naxçıvanda yeni bir hərbi məktəbin təməli qoyuldu. Bu peşəyə özünə həsr edənləri yüksək qiymətləndirirəm. Onlara öz hörmət ehtiramımı bildirirəm. Və umudvaram ki, qısa müddətdə Naxçıvan filialı genişlənəcək. Burada 100 yox, 200, bəlkə ondan da artıq gənc qəbul edib hazırlamaq olar. Çünki bizim zabit kadrlarımız daha da çox olsun. Mən Cəmşid Naxçıvansk adına Hərbi Liseyin Naxçıvan filialına uğurlar arzuluyuram. Buradakı müəllim zabit heyətinə müvəffəqiyyətlər arzu edirəm. Bu, sadəcə bir liseyin yaradılması deyildi. Bu, həm də Azərbaycanın gələcək zabitinin, gələcək komandanının, gələcək qəhrəmanının yetişdirilməsi demək idi. Müasir dünyamızda baş verən hadisələr onu göstərir ki, güclü ordusu olmayan bir dövlət öz müstəqil siyasətini həyata keçirə bilmir. Məhz buna görə də Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanda güclü ordu yaratmaq arzusunda olmuşdur. Bu məqsədlə o 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin açılışına nail oldu. Bu liseyin fəaliyyətə başlaması Azərbaycanda gənclərin hərb sənətinə olan marağını daha da gücləndirdi. Ulu öndərimizin müəyyənləşdirdiyi ordu strategiyası Naxçıvandan da yan ötmədi. O 1998-ci ildə 13 mart qərarı ilə Naxçıvanda
Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialını yaratdı. Ulu öndərimiz Naxçıvanda bu liseyi yaradarkən, ümumiyyətlə Naxçıvan gənclərinin vətənpərvər, əzmli, mətin olduqlarını nəzərə alaraq Naxçıvanda hərbi liseyin yaradılması qərarına o baxımdan gəlmişdi və məqsədi o idi ki, Naxçıvanda olan gənclər də hərbi sənətə yiyələnsinlər və ordunun sıralarında zabit kimi xidmətlərini davam etdirsinlər, vətənin keşiyində dursunlar. 2002-ci ildə ümumilli lider Heydər Əliyev yenidən hərbi liseydə kursantlarla görüşdü. Bu dəfə onun sözlərində daha böyük əminlik, qürur vardı. Çünki liseyin ilk məzunları artıq ali hərbi məktəbdə təhsil alır, peşəkar kadr kimi formalaşırdılar. Və beləliklə filial böyüyür. 70 kursant buraxır, 200 qəbul edir. Demək 130 kursanta, bu illəri 130 kursantla filial böyüyür. Güman edirəm ki, əgər filial yaxşı göstəricilər nümayiş etdirsə və kursantlar daha da yaxşı bu hərbi peşəyə hazırlaşa bilsələr, burada filialın sayı daha da arta bilər. Beləliklə mən bugün böyük sevinç hissi deyə bilərəm ki, Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı yüksək səviyyədədir. Bundan sonra daha da səviyyəsini yüksəldəcək və Azərbaycanın milli ordusu üçün, gələcək üçün yeni kadrlar hazırlayacaqdır. Onun bu məktəbə gəlişi mənim indiki kimi yadımdadır. Ulu öndərimizi qarşılayarkən ona gül dəstəsini mən təqdim etdim və məndə elə bir çox böyük bir qürur hissi oyatdı. 2004-cü il, yeni mərhələnin, yeni tarixin başlanğıcı. Məhz bu ildən etibarən Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə lisey müstəqil fəaliyyətə başladı. Bu qərar liseyin fəaliyyətinə yeni nəfəs, yeni məsuliyyət və daha böyük hədəflər gətirdi. Əziz kursantlar, arzu edirəm ki, yaxşı oxuyasınız, gözəl biliyə malik olasınız və doğma ölkəmizin inkişafında fəal iştirak edərsiniz. Mən çox sevinirəm ki, Azərbaycana həm ordumuzun maddi-texniki bazası möhkəmlənir və eyni zamanda peşəkar ordu kadrları yetişir. Bu liseydə dərs alan, təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəkdir. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar. Azərbaycanın ərazi bütövlüyünü lazım gələrsə hər bir yolu ilə bərpa edilməsində iştirak edəcək. Ali Baş Komandan bizim liseyə gələndə bizim həm kursant heyətində, həm də demək, liseyin digər zabit heyəti, müəllim heyəti olsun, hamımızda xüsusi bir qürur hissi yarandı. Eyni zamanda Ali Baş Komandan kursantlarla üz-üzə dayanmışdı və o bilirdi ki, qarşısında duran kursantlar gələcəyin əzmkar, mətin və igid zabitləridir. Onlar bizim lazım gələndə vətənin keşiyində duracaqlar, öz xalqının mənafeyini qoruyacaqlar. Eyni zamanda lazım gəlsə belə öz vətənlərinin, demək, torpaqlarının azad olunması uğrunda canlarından belə keçməyə hazır olacaqlar. Kursantlar da bunu hiss edirdilər. Qarşılarında Ali Baş Komandan dayanmışdı və bu Ali Baş Komandanın bu məktəbə gəlişi onlarda demək, hərb sənətinə olan marağı daha da gücləndirdi və onlar qarşılarına belə bir məqsəd qoydular ki, biz mütləq çalışıb, demək, ulu öndərimizin qoyduğu izləri davam etdirməliyik və gələcəkdə torpağımızın demək, azad olunması, ərazi bütövlüyümüzün qorunması uğrunda var gücümüzlə mübarizə aparmalıyıq. Heydər Əliyev adına hərbi liseydə təhsil alan hər bir kursant
dövlətin etibar etdiyi bir missiyanın daşıyıcısına çevrildi. Onları bura gətirən vətən sevgisi artıq vətənə sədaqət andına çevrildi. 2002-ci ildən bu liseydə fəaliyyətə başlamışam və liseydə fəaliyyətə başlayandan sonra mən orta məktəbdə təhsil verməklə liseydə təhsil vermək arasındakı fərqi demək olar ki, tamamilə dərindən görmüşəm. Çünki bu liseydə təhsil vermək bizim üzərimizə çox böyük məsuliyyət qoyur. Çünki biz burada yüksək fiziki hazırlığa, yüksək nizam intizama, eyni zamanda vətənini, torpağını, vətəninin xalqını sevən, əzmli, mətin, demək, mərd, vətənsevər igidlər yetişdiririk. Və bu igidlərin yetişdirilməsində də bizim az-çox payımız olduğu üçün özümüzü çox xoşbəxt sayırıq. Kursant Əlili Elvin. Hər bir Azərbaycan gəncinin qəlbində vətənə sevgisi olur. Lakin Heydər Əliyev adına hərbi liseye addım attığınız an bu sevgi öz sənizdə bir həyat amalına çevrilir. Mən buraya ilk dəfə gələndə sadəcə bir yeniyetmə idim. Və mən burada öz aləmin içərisində böyüdükcə öz üzərimdə məsuliyyəti artırdım. Biz burada yalnız hərbi nizamnamələri, hərbi tədrisləri yox, Azərbaycan Respublikasının şanlı tarixini, ulu babalarımızın qəhrəmanlıq ruhunu öz ruhumuza hopdururuq. Televiziya qarşısında bizi izləyən həmyaşlılarımıza demək istəyirəm ki, hərbi formadaşmaq yalnızca qürur deyil və xalqın sənə olan etimadını öz çiyinlərində hiss etməkdir. Heydər Əliyev adına hərbi lisey də bu etimadı bizə öz çiyinlərimizdə doğrultmağı, hər bir addımımızda dövlətin bayrağını uca tutmağı öyrətdi. Və biz də bu etimadla, müqəddəs amalla daim irəliləyirik. Kursant Babaşzadə Nizami, müasir dövrün ordusu təkcə fiziki güclə deyil, həm də ən yüksək texnoloji biliklərlə ölçülür. Heydər Əliyev adına hərbi liseydə bizə müasir döyüş sistemlərinin, pilotsuz uçuş aparatlarının və rəqəmsal rabitə vasitələrinin iş prinsipləri öyrədirlər. Bir kursant kimi mən başa düşürəm ki, gələcəyin zabiti həm də bir mühəndis, bir texnoloq olmalıdır. Liseyimizdə yaradılan şərait bizə dünya ordularının təcrübələrini mənimsəməyə imkan verir. Biz burada təkcə keçmişin qəhrəmanlıqlarını öyrənmirik, həm də gələcəyə hazırlaşırıq. Televiziya vasitəsilə xalqımıza çatdırmaq istəyirəm ki, Azərbaycan ordusunun gələcək kadrlar olaraq biz ən son texnologiyaya sahibik və vətənimizin sərhədlərini ən müasir üsullarla qorumağa tam hazırıq. Bilik bizim ən kəskin qılıncımızdır və mən fəxr edirəm ki, Heydər Əliyev adına hərbi liseydə təhsil alınıb. Kursant Əlzadə Hüseyn. Heydər Əliyev adına hərbi lisey bizə bunu öyrədir ki, çətinliklər qarşısında ruhən güclü olmağı və çətinliklər qarşısında sarsılmamağı aşılayır. Biz burada ona öyrənirik ki, hər bir çətin vəziyyətin çıxış yolu var, yetər ki, iradənin möhkəm olsun. Müəllimlərimiz bizə hər bir uğursuzluğun əslində bir təcrübə və hər bir yıxılmanın daha yaxşı ayağa qalxmaq üçün bir fürsət olduğunu öyrədirlər. Biz liseydə keçdiyimiz sınaq imtahanları ilə öz çətinliklərimizin üzərinə getməyi bacardıq və gələcək bir zabit kimi bizim üçün ən böyük tövsiyə budur. Ruhən məğlub olmayan insanı heç kim məğlub edə bilməz. Biz Azərbaycanın sarsılmaz ruhlu övladlarıyıq və biz hər zaman vətənə xidmət edəcəyik. Mən fəxr edirəm ki, Heydər Əliyev hərbi liseyin kursantıyam. Liseyin qarşısında tək məqsəd var. Azərbaycan ordusu üçün peşəkar, vətənpərvər və qətiyyətli zabitlər yetişdirmək. Kursantların yüksək səviyyədə təhsil alması üçün yaradılan bütün şərait bu məqsədə nail olmaq üçün atılan addımlardır. Kursant söyləmək hazırdır. Atış, sərbəst. Kursantların formalaşmasında komandir zabit heyətinin rolu olduqca böyük və məsuliyyətlidir. Biz burada kursant heyəti ilə təkcə hərbi nizamnamələri deyil, həmçinin onların gələcəkdə peşəkar zabit kimi formalaşdırmaq üçün bütün səylərimizi səfərbər etmişik. Bizim hərbi liseydə gündəlik fəaliyyətimizin əsas məqsədi kursantlarda vətən sevgisini, dəqiqliyi, dürüstlüyü, hərbi nizam intizamı, vətənimizə, dövlətimizə və xalqımıza sədaqəti aşılamaqdır. Heydər Əliyev adına hərbi liseyin zabit heyəti olaraq üzərimizə düşən bu çətin, ağır məsuliyyəti dərk edir. Ümumi liderimiz Heydər Əliyevin adını daşıyan bu təhsil müəssisəsində xidmətimizlə fəxr edirik. Ümummilli liderimizin adını daşıyan bu hərbi təhsil müəssisəsində xidmət etmək çox şərəflidir və o qədər də bizim üzərimizdə məsuliyyəti var. Çünki ümumi liderimizin adını daşıyan bu təhsil müəssisəsində xidmət o dərəcədə düzgün şəkildə təşkil olunmalıdır ki,
orada hər hansı bir səhvdən, hər hansı bir xırda detalına qədər fikirləşməli və hər bir şey necə olmalıdırsa o şəkildə olmalıdır. Və biz də üzərimizə düşən bu çətin, şərəfli, məsuliyyətli işi yerinə yetirmək üçün bütün səylərimizi səfərbər etmişik. Qüsad Məmmədov, hərbi hissə mənim üçün həm də sarsılmaz bir qardaşlıq deməkdir. Burada tapdığım dostlarım mənim üçün sadəcə yoldaş deyil, çörəyimi böldüyüm, çətinliklərini paylaşdığım silahdaşlarımdır. Biz burada öyrəndik ki, orada mən yoxdur, biz var. Döyüş tapşırığını yerinə yetirərkən və ya çətin bir imtihana hazırlaşarkən bizim birimizə dayaq olmağımız bizi sarsılmaz bir qüvvə halına gətirir. Hissə həyatı bizi fərdilikdən uzaqlaşdırıb, bir yumruq kimi birləşməyə aşladı. Bugün televiziyadan bizi izləyən ailələrimiz bilsinlər ki, biz tək deyilik, biz bir ailəyik. Kursant İskəndərli, zabitlik yolu çətin, sıldırımlı bir yoldur. Bu yolda büdürənmək üçün polad iradə və möhkəm fiziki hazırlıq lazımdır. Liseydə keçdiyimiz hər gün bizim fiziki dözümlüyümüz sınağa çəkilir. Səhər idmanlarından tutmuş, çətin relyef şəraitində keçirilən təlimlərdən hər biri bizim gələcəyin sarsılmaz müdafiəçisi kimi formalaşdırmamıza kömək edir. Uşaq vaxtından hərb sahəsinə xüsusi marağım var. Ona görə də həmin marağım məni Heydər Əliyev adına hərbi liseyə gətirib çıxartdı. Mənim üçün çox qürurverici bir hissdir. Mən fəxr edirəm ki, Heydər Əliyev adına hərbi liseyin kursantıyam. Gələcəkdə hərbi hava qüvvələrinin zabiti kimi xidmət eləmək istəyirəm. Ən böyük arzularımdan biri də budur. Kursant Quliyev, zabitlik sadəcə bir peşə deyil, o bir həyat fəlsəfəsidir. Heydər Əliyev adına hərbi lisey bizə zabit şərəfinin nə olduğunu, dürüstlüyün və sadiqliyin ən uca yerdə dayandığını öyrətdi. Biz burada mənəvi saflığı, böyüyə hörməti və dövlətçilik ənənələrinə sadiqliyi ən uca yerdə tutmağı öyrəndik. Bu mənəvi dəyərlər bizim gələcəkdəki hərbi karyeramızın kompası olacaq. Kursant İftəlzadə, Ulu Öndər Heydər Əliyevin adını almış bir ocaqda təhsil almaq hər birimiz üçün həm böyük bir fəxir, həm də sarsılmaz bir məsuliyyətdir. Ümummilli liderin ordu quruculuğu sahəsində atdığı tarixi addımlar bugün bizim təhsilimizin ana xəttini təşkil edir. O həmişə deyirdi ki, hərbi məktəbdə oxumaq gəncdən böyük iradə, dözüm və fədakarlıq tələb edir. Biz Ulu Öndərin dövlətçilik fəlsəfəsini və onun Azərbaycan ordusuna verdiyi dəyəri dərindən dərk edirik. Bu lisey bizə yalnız hərbilik vermir, bizə tariximizi və dövlət bayrağının müqəddəsliyini qorumağı tövsiyə edir. Biz Heydər Əliyev liseyinin yetirmələri olaraq onun bizə əmanət etdiyi müstəqil Azərbaycanı canımız bahasına qorumağa and içmişik. Ey vətən oğlu, düşün, bil ki, sənindir bu vətən. Sabahın həm bu günün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz zəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular. Biz vətən məzunu, el aşıqı, sülh əskəriyik. Biz vətən naminə ölsək, dirilərdən diriyik. Üslubi imkanlarını öyrənən dilçilik bölməsinə üslubiyyət deyilir. Birinci Səlim, burada yazaq. Birinci Süleyman. Birinci Səlimdən birinci Süleymanın ortaq xüsusiyyətlərini qeyd edək. Vətəncilik, bəli. 1555-ci il ən mühüm mərhələ susuzluqla nəticələnir. Çünki hava şəraiti yaxşı keçməmiş. Heydər Əliyev adına hərbi liseyin kursantları respublika və beynəlxalq səviyyəli idman yarışlarında, intellektual müsabiqələrdə və inşa yarışlarında fəal iştirak edərək yüksək nəticə əldə edirlər. Qazanılan medallar, diplomlar və fəxri yerlər onların həm fiziki hazırlığının, həm də intellektual potensialının yüksək olduğunu bir daha sübut edir. Əlbəttə ki, qazanılan bütün bu uğurların arxasında peşəkar müəllimlərin və zabitlərin böyük zəhməti dayanır. Heyət bilir ki, kursantların qazandığı hər bir uğur gələcəyin peşəkar zabiti olmaq yolunda atılan təməl addımlardan biridir. Kursant misalı, lisey illərimiz həm də böyük rəqabət və qələbələr doludur. Biz təkcə daxili dərslərlə kifayətlənmir, həm də respublika və beynəlxalq səviyyəli hərbi idman oyunlarında, bilik yarışlarında liseyimizin adını ucaldırıq. Qazandığımız hər bir uğur, qazandığımız hər bir medal, qaldırdığımız hər bir kubok arxasında aylarla çəkilən zəhmət, tökülən tər və komanda birliyi dayanır. Bu yarışlarda biz həm də rəqibi düzgün qiymətləndirməyi, strategiya qurmağı və ən gərgin məqamlarda belə soyuqqanlığı qorumağı öyrənirik. Hər bir uğurumuz bizi daha böyük məqsədlərə ruhlandırır. Lisey bizə onu sübut etdi ki, əgər qarşına bir məqsəd qoymusansa və bunun uğrunda dürüst çalışırsansa, qarşında aşılmayacaq
zirvə yoxdur. Biz qalib ordunun qalib kursantlarıyıq və bu ruhu ömrümüzün sonuna qədər daşıyacağıq. Kursant Babayev, Heydər Əliyev adına hərbi liseyi bizə hərbinin bir elm olduğunu aşıladı. Biz burada dəqiq elmləri, xarici dilləri və strateji planlaşdırmanı dərindən mənimsəyirik. Mən bu təhsil ocağında analitik düşünməyi, mürəkkəb vəziyyətlərdə dərhal və doğru qərar verməyi öyrəndim. Bizim qazandığımız uğurlar gələcəkdə idarə edəcəyimiz müasir silah sistemlərinin, rəqəmsal döyüş meydanlarının açarıdır. Zabit savadlı olmalıdır ki, tabeçiliyində olan əsgərləri qələbəyə ən az etkilə çatdıra bilsin. Məhz lisey də bizə bu mükəmməlliyi qazandırır. Və mən bundan əminəm ki, peşəkar zabit olacağam. Tank komandir muavin Kursant 50. Başla. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. 3'te sarkmıştı. Hərbi liseydə kursantların vətənpərvər formada formalaşması, gələcəyin zabiti kimi formalaşmasında fiziki hazırlığın və bədən tərbiyənin mühüm rolu var. Buna əsas olaraq demək istəyirdim ki, bu yaxınlarda kursantlar arasında Özbəkistan Respublikasının Tirtik şəhərində təşkil olunan vətənpərvərlər idman oyunlarında hərbi liseyimizin kursantları iştirak elədi. Həmin oyunlarda kursantlar diplomlar, sertifikatlar, fəxr fərmanlar və bir neçə növdə kubok və tərtiflərlə təltif olunmuşlar. Heydər Əliyev adına hərbi liseyin kursantı dərk edir ki, bu Heydər Əliyevin adını daşıyır bu məktəb. Onun məsuliyyəti olaraq çox yaxşı hazırlaşırlar, idmana maraq göstərirlər və bütün tədbirlərdə iştirak edəndə Heydər Əliyev adına hərbi liseyin adını daimi yüksəklikdə saxlamağa çalışırlar. İkinci kurs kursantı Kursant Aliyev Ayxan. Heydər Əliyev adına hərbi liseydə təhsil aldığım müddətdə ən sevdiyim fənlərdən biri idman fənnidir və bu idman fənninə çox məsuliyyətlə yanaşıram. Və Heydər Əliyev adına hərbi liseyimizdə idman fənninə görə hər cürə şəraitlər var. Həm qapalı və həm açıq şəraitdə idman dərslərimiz keçirilir və biz kursantlar bu idman fənlərinə çox məsuliyyətlə yanaşırıq. Biz kursantlar bilirik ki, peşəkar zabit fiziki hazırlığı tam olan zabitdir və mən əminəm ki, gələcəkdə peşəkar zabit olacağam. İkinci kurs kursantı Kursant Musayev. Hərbi liseydə bütün dərslərlə maraqlanıram. Bu dərslərin içində ən maraq bəslədiyim dərs idman dərsidir. Sağlam ruh, sağlam bədəndə olur və mən buna görə də idman dərslərdə mütəvadi olaraq maraq bəsləyirəm. Arzum budur ki, aviasiyada pilot kimi, zabit kimi xidmət edeyim və bu arzularım üçün çalışıram. Gələcək yönümlü atılan addımların ən yaxşı nəticəsini də elə illər sübut etdi. İllər əvvəl bu peşəkar kollektiv böyük bir missiyanı həyata keçirmək üçün çalışdı və bu missiya illər keçdikcə öz təsdiqini tapdı. Heydər Əliyev adına hərbi lisey ümumiyyətlə 56 kursantla fəaliyyətə başlamışdır və indi hal-hazırda gəncləri birləşdirən bir mötəbər hərbi tədris ocağına çevrilmişdir. Hal-hazırda liseyimizdə 300-dən artıq kursant təhsil alır. Hərbi vətənpərvərlik ruhunun yüksək dərəcədə uşaqlara aşılanmasının bariz nümunəsi odur ki, liseyimizi bitirən hardasa 5000 nəfər bizim məzunumuz hal-hazırda Azərbaycan
ordusunun müxtəlif sahələrində demək öz xidmətlərini yerinə yetirirlər. Kursant Nərimanov. Zabit təkcə döyüşçü deyil, o həm də bir liderdir. Liderlik, fitri istedadla yanaşı, həm də gərgin təhsil və əməyin nəticəsidir. Liseydə keçirilən taktika və hərbi psixologiya dərsləri bizdə liderlik keyfiyyətini formalaşdırır. Biz burada şəxsi nümunə olmağın nə qədər vacib olduğunu öyrənirik. Liseydə bizə ən çətin anlarda məsuliyyəti öz üzərinə götürməyi, soyuqqanlı şəkildə vəziyyətə naz edib ən doğru yol seçməyi öyrədiblər. Bizim məqsədimiz xalqımızın və əsgərimizin güvənəcəyi sarsılmaz bir dağ olmalıdır. Liseyin bizə verdiyi liderlik keyfiyyətləri gələcək zəfərlərimizin rəhnidir. Biz söz veririk ki, bu liseyin layiqli davamçıları olacaq. Kursant Fərmanov, hərbi həyatın təməli nizam-intizamdır. Çoxları üçün intisam sadəcə qaydalara tabe olmaq kimi görünə bilər. Amma hərbi isə bizə öyrədib ki, intisam əslində daxili azadlıq və özünə hakim olmaqdır. Saniyələrlə ölçən rejimimiz hər bir hərəkətimizin dəqiqliyi bizim xarakterimizi formalaşdırır. Biz burada vaxtın qədrini bilməyi, hər bir əmri sadiqliklə yerinə yetirməyi və təşəbbüskar olmayı öyrənmişik. Sizə bizə tövsiyə edir ki, nizam-intizamlı insan hər zaman qalibdir. Çünki intisam nizamsızlığı, xaosu və qorxunu məğlub edir. Bugün mən qürurla deyə bilərəm ki, liseydə qazandığım bu vərdişlər məni həyatın hər bir çətinliyinə qarşı hazırlayıb. Biz nizamlı ordunun məğlub edilməz hərbçiləri olacağıq. Kursant Balakişev, bugün burada bir neçə kursant olaraq çıxış etsəkdə, biz əslində minlərlə gəncin səsiyik. Heydər Əliyev adına hərbi lisey bizim həyatımızın dönüş nöqtəsidir. Biz bura gələndə fərqli xəyallarımız var idi. Amma indi hamımızın ortaq bir arzusu var. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü əbədi etmək. Lisey bizə peşəkarlığı, vətənpərvərliyi və ləyaqəti bir arada yaşatmağı öyrətdi. Biz sabahın zabitləri, Ali Baş Komandanın əmrinə hər an hazır olan polad iradəli əsgərləriyik. Televiziya vasitəsilə valideynlərimizə və xalqımıza söz veririk. Bizə göstərən etimadı doğruldacaq və hər zaman vətənin keşiyində diş duracağıq. Yolumuz haqq yoludur, yolumuz zəfər yoludur. Azərbaycan oğluyam, oda Allah sanmışam. Anam torpaq, atam od, mən oddan yaranmışam. Azərbaycan oğluyam, at belində doğuldum, zamanın qazanında neçə dəfə dağ oldum. Azərbaycan oğluyam, 1000 ildir öz adımın keşiyində durmuşam. Silahım olmayanda nifrətimi barıt tək qəlbimə doğrulmuşam. Kimsənin torpağında gözüm yox, bilsin aləm, torpağımdan bir çərək kimsəyə də vermərəm. ...2020-ci il Azərbaycan tarixinin şanlı səhifələrindən biri Vətən müharibəsi. 44 gün davam edən bu mübarizə təkcə torpaqların azadlığı deyil, həm də milli ruhun zəfəri idi. Bu zəfərin ön sıralarında isə bir vaxtlar bu liseyin sıralarında addımlayan gənclər də dayanırdı. Onlar artıq kursant deyildilər. Onlar zabit idilər, komandir idilər. Onlar vətən uğrunda canından keçməyə hazır olan qəhrəmanlar idilər. Onu da vurğulayım ki, 44 günlük müharibədə bizim məzunlar çox böyük peşəkar döyüş səriştəsi göstərmişlər. Onlardan 96 nəfər kursantımız şəhidlik mərtəbəsinə yüksəldilmiş, 4 nəfərimiz Vətən müharibəsi qəhrəmanı adına layiq görülmüş, 1 nəfər Zəfər ordeni, 1 nəfər Rəşadət ordeni ilə təltif edilmişdir. Heydər Əliyev adına hərbi liseyin məzunları öz peşəkarlıqları, cəsarətləri və qətiyyətləri ilə seçildilər. Onların verdiyi qərarlar, göstərdiyi şücaət Azərbaycanın hərb tarixində öz yerini aldı. Ümumilli liderin inandığı, güvəndiyi gənclər isə bugün Azərbaycan ordusunun müxtəlif qoşun növlərində xidmət edirlər. Onlar sərhədləri qoruyur, təhlükəsizliyi təmin edir, dövlətin gücünü təcəssüm etdirirlər. ...2002-2005-ci illərdə hərbi liseydə təhsil almışam. Peşəkar zabit kimi, belə deyim, Azərbaycan ordusunda, Azərbaycanın gələcəyində zabitlərin böyük rolu var. Orta məktəbdən Heydər Əliyev adına hərbi liseyin fərqi ondan ibarətdir ki, uşaq yaşlarından ikən vətənə, dövlətə, qayğı, sevgi daha üstünlükdür.
Mənim atam da hərbiçi olub. Mən atamın yolunu davam etdirmək üçün hərbiçiyə qəbul olmuşam. Ən əsas da özümə lider kimi götürmüşəm. Hərbi liseyin rəisi olan rəhmətlik general-mayor Rasim Əliyev. Çünki Rasim Əliyev hər zaman bizə mətin olmağı, dözümlülüyü, cəsur olmağı aşılayırdı. Ona görə də biz nəinki mən, digər kursant yoldaşlarım da bunu sübut edirlər ki, həqiqətən də o insanın sayəsində biz hal-hazırda bu formanı geyinirik və onun yolunu davam elətdiririk. Həyatımın ən böyük mərhələsi Heydər Əliyev adına hərbi liseye daxil olmamla başlamışdı. 2013-2016-cı illərdə hərbi liseydə təhsil aldığım müddətdə hərbi liseydə nəzəri biliklər öyrənməklə yanaşı, həmçinin hərbi intizamı, vətənə bağlılığı, bir şəxsiyyət kimi formalaşmağımda böyük mühüm rol oynamışdı. Bizim bölük komandiri var idi. İndi hal-hazırda yenə Ensali hərbi hissədə Polkovnik Leytenant Hüseynov Hüseyndir. O çox savadlı, peşəkar zabit idi və bizim bir gənc zabit olaraq yetişməyimizdə mühüm rol oynamışdı. Hərbi liseydə yaradılmış müasir maddi-texniki baza, yüksək təhsil şəraiti və kursantların hərtərəfli təminatı hər bir kursantın nəzəri və praktiki vərdişlərin artırılmasında mühüm rol oynamışdı. Hal-hazırda Əlahəddin Ümumi Qoşun Ordusunda Ensali hərbi hissədə xidmətimi davam etdirirəm. Kursantlara tövsiyə edirəm ki, müəllimlərin və komandirlərin verdiyi tapşırıqları müvəffəqiyyətlə və intizamla yerinə yetirsinlər və seçdikləri bu şərəfli yolda daim möhkəm, əzmkar olsunlar. Mən fəxr edirəm ki, Heydər Əliyev adına hərbi liseydə təhsil almışam və oranı bitirmişəm. Mən 2008-2011-ci ildə Heydər Əliyev adına hərbi liseydə təhsil almışam. Həmin illər mənim həyatımda intizam və vətənpərvərlik ruhunun formalaşdığı ən önəmli dövrlərdən biri olub. Heydər Əliyev adına hərbi lisey peşəkar zabit hazırlığının əsas təmal mərhələsidir. Mən bunu da nəzərə çatdıra bilərəm ki, təhsil aldığım illərdə mənim bölük komandirim Polkovnik Leytenant Rəşad Sadıqov başda olmaqla 2008-2011-ci il məzunlarından bir çox bizim yaxın qardaşlarımız da şəhid olmuşdur. Bunlardan şəhid Hüseynov Raqib, şəhid Ələkborov Royal, şəhid Bayramlı Ceyhun, şəhid Əlzayda Fuad kimi qardaşlarımız da şəhidlik zirvəsinə ucalmışlar və adlarını tarixə yazmışdılar. 2011-2014-cü illərdə Heydər Əliyev adına hərbi liseydən məzun olmuşam. Əsası ümumi lider Heydər Əliyevin adına olan Heydər Əliyev adına hərbi liseydə kursantların yüksək şəkildə təhsil almağı, onların intizamı, gələcəkdəki zabit olanda xarakterləri və liderlik keyfiyyətinin artırılması üçün bir mühitdir. Liseydə təhsil alan məzunlar tək nəzəri dərslərlə deyil, topoqrafiya, mühəndis, kəşfiyyat hazırlığı, mühəndis hazırlığından təhsillərini dəqiqləşdirərək liderlik qabiliyyətlərini daha da keyfiyyətlərini artırırlar. Heydər Əliyev adına hərbi liseydə təhsil almaq gələcəkdə zabit olarkən yüksək dəqiqliklə çətin şəraitlərdə qərar qəbul etməyi bizə qazandırıb. Mən fəxr edirəm ki, Heydər Əliyev adına hərbi liseyin kursantı olmuşam. Bu liseydə hər şey dahi rəhbər Heydər Əliyevin adı ilə başladı. Kursantlar ilk ona söz verdi. İlk dəfə qürurla Ulu Öndərin qarşısında dayandı. Onların hər birində bu liseyin izi var. Dumanlı dağların başında durdu, dumandan özümə bir heymə qurdu. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında dastana döndü, dastana döndü. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün lalə zar vətən yaxşıdır. Deyirlər bülbülə vətən yaxşıdır, İnsan üçün lalə zar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən, vətən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü.